Biotexnologiya nədir? Biotexnologiya elm və texnologiyanın birləşməsi ilə ə, insan həyatı üçün faydalı məhsulların inkişaf elətdirilməsidir. Bu sadəcə tibbi deyil, həm də digər sahələrdə də belə deyək də istifadə olunan bir elm sahəsidir. Bu kursu dizayn edəndə bir sıra belə deyək də xüsusiyyətlər nəzərə alınıb. Birincisi sual bu ola bilər ki, mən eyni şəkildə bizə yazan tələbələr var idi. Biz universitetdə bu ixtisası görmüşük, bu dərsləri almışıq. Ə, Beləliklə belə deyək də biz nəzəriyyəni bilirik. Ə, Və biz praktika istəyirik. Biz burada maraqlı sahə budur ki, mən bilmirəm Bakı Dövlət Universitetinin biotexnologiya məzunları var ya yoxdur. Bəlkə də 2 il məzunu var artıq. 1-2 il. Əgər siz bilirsinizsə deyə bilərsiniz. Yəni burada şey yoxdur. Yəni çox rahat ola bilərsiniz. Təxminən 2 il məzunları var və biz həmin məzunlara harda işlədiyinə baxsaq, təəssüf ki, bəlkə də heç biri biotexnologiya ilə əlaqəli ixtisasda sahədə işləmir. Çünki Azərbaycanda bu yoxdur. Biz kursu dizayn edəndə ə, komanda ilə oturub düşünürük. Biz sadəcə kurs ə, xətrinə kurs vermək yox, həm də biz tələbələrə bu kursu aldıqdan sonra həyatlarını belə deyək, hansı şəkildə yönləndirə biləcəyini deyirik. Və bizim mənə görə tələbə üçün ən belə deyək də yaxşı dərs odur ki, tələbə dərsdən çıxır və yaxud da elə dərsin içində başlayır Google-da dərs boyunca öyrəndiyi şeyləri axtarmağa. Və o növbəti dərsə gələndə artıq o belə deyək də əvvəlki tələbə deyil. Çünki onda maraq yaranıb, araşdırıb, bir şeylər oxuyub və geri gəlib və bu hər dərs davam eləsə, ə, mənə görə tələbə bəlkə də bütün universitet boyu bir dərsi götürsün, o dərsdə hal-hazırda danışdığımız kimi ə, dərsin içində və dərsdən sonra maraqlı şəkildə öyrənsin, axtarsın, araşdırsın, oxusun, gəlsin, müzakirə eləsin. O bir dərs tələbənin bütün həyatını dəyişə bilər. Və biz də çalışdıq ki, biotexnologiya kursumuz o dərslərdən olsun. Buna görə, məsələn, biz universitetdəki dərslərdən fərqli olaraq sadəcə nəzəriyyəni keçməyəcəyik. Biz misallar verərək müasir diaqnostik alətlərdən, müasir texnoloji alətlərdən misallar verərək biz onların üzərindən nəzəriyyəni öyrədirik və deyirik ki, siz məsələn bu bilgini bilərək bu biotexnoloji məhsulu hazırlaya bilərdiniz. Artıq bu biotexnoloji məhsul hazırdır. Siz isə artıq o bilgidən istifadə edərək başqa biotexnoloji məhsul hazırlamağa can atmalısınız və yaxud bunun barədə düşünməlisiniz. Bu bizə niyə önəmlidir? Əvvəl də haqqında danışdığım İstanbul Lifestyle ilə əlaqələrimiz var. Bizim üçün maraqlıdır ki, bizdən tələbələr, məzunlar, müəllimlər, həkimlər bir biotexnoloji belə deyək də yeniliklə bizə gəlsin və mənim bu layihəm var. Bunu reallaşdırmaq istəyirəm və məsələn bu layihəni reallaşdırmaq üçün mənə filan şərait lazımdır və yaxud filan komanda üzvləri lazımdır və s. və ilə axır. Və biz həmin tələbə ilə müxtəlif görüşlərdən, müzakirələrdən sonra əgər bu mərhələləri keçərsə, biz İstanbul Lifestyle-da artıq türklərlə çox fərqli ekosistemdə işləyə bilərik. Azərbaycanda çox təəssüf ki, bizdə innovasiya çox
çox da belə deyək, nə insanlar tərəfindən, nə də qurumlar tərəfindən dəstəklənmir və yaxud çox az dəstəklənir. Halbuki bir cəmiyyətin, dövlətin, universitetin inkişafı üçün innovasiya şərtdir. Eyni şeyləri təkrar eləyə-eləyə biz çox irəli gedə bilməyəcəyik. Və biotexnologiyada gələcək sahəsi olduğuna görə və çox innovativ sahə olduğuna görə biz biotexnologiyadan başladıq. Mən indi sizə bir sıra misallar göstərəcəm. Görəcəksiniz ki, əslində ə, məs bütün sual budur. Bir problem var və siz o problemə və yaxud sizdən əvvəl 50 il ərzində o problemə müəyyən baxış bucağı olub. Siz isə gəlirsiniz, deyirsiniz ki, bəlkə heç köhnə üsullar səhvdir. Bəlkə o şəkildə həll etməməliyik. Bunun da bir misalı insulindir. 1922-ci ildə insulin ə, Banting və Best deyə iki alim insulini izolə eləyirlər. Və bu 1922-ci ilin belə deyək də elmi üçün çox fenomenal bir, möhtəşəm bir kəşf idi. Ki ona kimi səhv eləmirəmsə heç bir enzim, heç bir hüceyrə daxilindən hər hansı belə deyək orqanoid izolə olunmayıb. Və insulin hansı ki bütün çox insanlarda bu faydalıdır, çox insanlar üçün faydalıdır. O dövr insulinin izolə edilməsi o dövr üçün çox möhtəşəm bir iş idi. Və məsələn 1926-da artıq donuzdan alınan insulin belə deyək də ilk donuzdan alınan insulin ortaya çıxdı. Sonra 50-ci, 65-ci ildə insulin iynələri və tədaviləri belə deyək ortaya çıxdı. Amma biz artıq 2025-ci ildə yaşayırıq və Banting və Bestin belə deyək də vaxtından 100 il keçib. Biz o şəkildə işlərimizə davam edə bilməliyik. Bizə yeni həllər lazımdır. Və gələcək bizim bədənlərimizə yerləşdirilən insulin əslində indi də var. İnsulin şeyləri var, şotları var. Onu məsələn bədənə yerləşdirirlər. O həm sensorludur, bədəndə qlukoza səviyyəsinin azaldığını və yaxud artdığını görür və insulini buraxır. Şəkər xəstələri bundan çox istifadə edir. Və bir müddət sonra biz artıq beta cell replacement ilə bədənə heç bir şey qoymadan sadəcə insan hüceyrələrini treyn eləyə-eləyə onların insulin istehsalını belə deyək, sağlaya biləcəyik. Və siz görürsünüz də 100 il ərzində bizim baxış bucağımız necə dəyişir. 100 il əvvəl deyirdik ki, insulini alaq, izolə eləyək, insana vuraq, o zaman insan sağalar, düzələr. Bugün isə deyirik ki, yəni heç bir yerdən insulin almağa ehtiyac yoxdur. Sadəcə biz insan hüceyrələrini treyn eləyirik. Budur ki, insan hüceyrələri artıq daha sensitiv olur, biraz əlavə funksiyalar qazanır. Əgər bu kurs ərzində vaxtımız qalarsa, axır dərslərdə bu barədə danışa bilərik. Treyn eləyirik və insan hüceyrəsi insanın bədənində artıq özü insulini sintez eləyir. Və əsas budur ki, bizim hadisələrə, problemlərə fərqli şəkildə baxmaq bacarığımız olsun. Bu fərqli şəkildə baxmaq da bizim əslində indiyə kimi edilən yeniliklərdən xəbərdar olmağımızla və bizim mütaliəmizlə bağlıdır. Biz nə qədər çox oxusaq, nə qədər çox fərqli məlumatlar dinləsək, o zaman bizim üfüq bucağımız da o qədər genişlənir. Dərsdə deyəsən tək mən danışıram. Sizin sualınız varsa, gəlin sizdən sualları alaq. Mən də biraz istirahət edeyim. Kiminsə sual var?
Ə, bura kimi aydın olmayan nəsə var, yoxsa? Hayır, aydındır. Aydındır. Mhm. Hayır, bura kimi hər şey aydındır. Mən bir sual vermək istəyirdim. Buyurun. Buyurun. Biotexnologiya elmi bildiyiniz kimi müasir elmdir və gələcəkdə yəni daha da çox istifadə olunan elm kimi özünü inkişaf etdirəcək. Mən kimi biologiya ixtisası üzrə təhsil alıram və magistr biotexnologiya üzrə düşünürəm. Siz bu haqqda mənə məsləhətlər verə bilərsinizmi? Bu kursa da qoşulmağımın əsas məqsədi zaten bu idi. Ə, əvvəl də dediyim kimi, istəsəz bu suala sonda cavab verək. Çünki biraz belə deyək də, dərslə əlaqəli deyil deyə uşaqların fokusu pozulmasın. Ə, Olar. əgər siz mənə xatırlatsaz, dərsin sonunda bu suala cavab verərəm. Ə, Oldu. dərslə bağlı sual yoxdursa, istəyirsiniz davam eləyək. Hmm. Məsələ bizim indiyə kimi olan mövcud problemə həll elədiyimiz, təklif elədiyimiz həll yoludur. Və bu həll yolu nə qədər çox oxusaq, nə qədər çox məlumat sahibi olsaq, bu həll yolu daha da belə deyək də zəngin olar. Və biz biotexnologiya sadəcə tibblə bağlı deyil, eyni zamanda kənd təsərrüfatı ilə bağlıdır. Məsələn, biz GMO-lar yəqin ki, siz bütün məhsullar alanda dükanda görürsünüz ki, paketin arxasında GMO free və yaxud non-GMO filan yazılır. Biz GMO-lar barəsində danışacağıq və əslində biotexnologiyanın çox böyük hissəsi də GMO-larla bağlıdır. Hal-hazırda Amerikada bazarlarda olan, marketlərdə olan məhsulun təxminən 70-80% GMO-dur. Və Azərbaycanda da biz GMO barədə biraz danışacağıq və onun müsbət və mənfi xüsusiyyətlərindən danışacağıq. Azərbaycanda da biz bu məhsulların inkişaf etdirilməsi ilə bağlı bəzi işlər görülür. Biogəbrələr və biopestisidlər var. Onlar bio əsaslıdır, yəni təbii əsaslıdır, sintetik deyil və torpaq tərəfindən ətraf aləm tərəfindən ə, yaxşı, sürətli belə deyək də həll edilir və parçalanır və quraqlığa davamlı bitkilər bu eyni zamanda biraz da GMO-nun daxilinə girir. Ə, məsələn, aran zonasında məhsuldar bitkilərin çoxu bitmir. Biz necə eləyək ki, orada bitkilərin məhsuldarlığı artsın? Sənayedə, industridə biotexnologiya biotexnologiyanın çox müxtəlif şeyləri var, tətbiqləri var. Məsələn, bioyanacaq kimi istifadə oluna bilər. Ə, bioyanacaqların belə deyək, əldə olunması, ə, bioloji parçalanan plastiklərin istehsalı, fermentlərin istehsalı. Biz bu barədə, bioyanacaqlar barədə danışacağıq. Yəqin ki, burada kimya mühəndisləri üçün bu çox maraqlı olar. Amma eyni zamanda onu bildirim ki, bu sadəcə kimya mühəndisləri üçün yox, bioloqlar da çox maraqlıdır. Çünki biz bioyanacaq istehsal edərkən və yaxud ferment istehsal edərkən orada mikroblardan, mikroorqanizmlərdən istifadə edilir, hansı ki, bu geri dönüşümü olan prosesdir. Və yosunlar, Xəzər bu video səhv eləmirəmsə Xəzər dənizindən deyil, amma siz Xəzərin üzərinə də baxanda çoxlu yosunlar görəcəksiniz. Və bu yosunlar ona görə yaranır ki, dənizdə oksigen səviyyəsi azalır və yosunlar oksigen ə, sintez edir. Və eyni zamanda yosunların bilirsiniz, oradakı canlıların bəzi canlılar üçün yosunların olması yaxşıdır. Çünki onlar yem tapırlar. Bəziləri üçün pisdir, çünki yosunlar suyun pH səviyyəsini dəyişir və onlar o pH səviyyəsində yaşaya bilmirlər.
yosunlardan istifadə edərək, həmin bizim Xəzər dənizində gördüyümüz yosunlardan istifadə edərək biz nanoselluloza hazırlaya bilərik, bioqaz hazırlaya bilərik, bioetanol hazırlaya bilərik, biopolimerlər hazırlaya bilərik. Ə, Məsələn, siz yəqin ki, bu slayddan sonra düşünürsünüz ki, bizim nə qədər ə, məsələn, biz həmişə sərvət olaraq nefti görmüşük, amma ə, doğru şəkildə, ağıllı şəkildə istifadə eləsək, yosunları da sərvət kimi biz ə, belə deyək, sərvətlərimiz siyahısına daxil edə bilərik. Və ekologiyada bioremediasiya odur ki, bizim təbiətdə qalıqlar var, neft tullantıları ola bilər və yaxud ağır metallar ola bilər. Onları mikroorqanizmlərdən, bitkilərdən təmizləyirik. Çirkab sular demək olar ki, həmişə söhbət əgər 95 və daha çox faiz təmizlənmədən gedirsə, mikroorqanizmlərdən gedir və karbonu tutmaq üçün müxtəlif yosunlardan istifadə olunur. Burada da bioremediasiya barədə danışırıq. Məsələn, bakteriyalı viruslar burada siz kontaminant tullantıları yeyir. Biz bakteriyaları elə dəyişirik ki, normalda, yəni təbiətdə olan bakteriyalar onu yemir. Amma biz onda genetik dəyişiklik edirik. Həmin bakteriya torpağı şeylərdən təmizləyir. Tullantılardan təmizləyir və yaxud suyu neftdən təmizləyir və s. Və göbələklərlə bağlı biotexnoloji alətlər var. Göbələklər həm yeməli ola bilər, onlardan qida kimi istifadə oluna bilər, onlar enzim kimi istifadə oluna bilərlər. İmmunosupressorların burada tibb tələbələri səhv eləmirəmsə var. İmmunosupressor bilirsiniz nədir? Ha? İmmunitet zəiflədənlərdirmi? İmmunosupressor. Yox, immuniteti zəiflədənlər. Bəs niyə biz immuniteti zəiflətmək istəyirik? Niyə immuniteti tədqiqatda sadəcə düşünə bilərəm ki, niyə immuniteti zəiflətmək istəyirik, nəticəni görmək üçün. Amma belə sağlamlıqda ola bilər anticism yaratmaq üçün bəlkə istəyirsiniz Aha. ki, həmin o immuniteti zəifləsin, yenidən müqavimət yaransın daxil edilən hər hansı bir virusa qarşı və s. Daha çox, məsələn, biz bədənə bir dərman vermişik. Həmin dərmanı bizim belə deyək də, biz o qədər gözəl yaradılmışıq ki, və daxilimizdə o qədər qarışıq və bir-birinə keçən proseslər var ki, onları öyrənərkən biz belə deyək də, insan sadəcə belə mat qalır. İmmun sistemi bizi xarici və daxili belə deyək təhlükələrdən qoruyur. Biz ora bir bakteriya saldırısı, bakteriya infeksiyası olanda immun hüceyrələr gəlir və o bakteriya olan hissəni və yaxud infeksiyanı təmizləyir və bizi xəstələnməyə qoymur. Amma bu sistem bütün xarici belə deyək, molekullara və yaxud cisimlərə qarşı belə çox ciddi mübarizə aparır. Yəni biz xəstəyiksə və o xəstəliyi aradan qaldırmaq üçün bir dərman və yaxud bir mikroorqanizm bədənimizə daxil etmişiksə, onun orada sağlam qalmasını istəyirik. Yəni istəmirik ki, məsəl üçün dərman parçalansın, bizim daxil edəcəyimiz bakteriya ölsün və s. və ilə axır. Amma bizim immun sistemimiz bizə qulaq asmır. Yəni o öz işindədir, o bədəni qoruyur. Biz immunosupressorlar ona görə veririk ki, immun sistemini müəyyən müddətə zəiflədək, ta ki bizim göndərdiyimiz dərman və yaxud bakteriya gedib hədəfinə çatana kimi. Hədəfinə çatsın, bizim bu problemi, əsas problemi məsələn həll eləyək, ondan sonra yenə immun sistemi öz işini görə bilər.
və Hə. bizim ə, göbələklərin immunosupressor kimi çalışması var. Ə, Bəs immun- hal-hazırda bu tətbiq olunurmu, yoxsa hələ Bəli, 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 tətbiq olunur. Biz dərslərimizdə bu barədə danışarıq. bu sadəcə müəyyən ciddi xəstəliklər üçündür? Çünki əgər bu davamlı olaraq istifadə olunursa, bu immunitetin ümumi zəifliyinə gətirib çıxartmazmı? Artıq immunitet asıl bir formaya düşər və yəni xəstəliklərdən özü müqavimət göstərilməyən bir hala düşə bilməzmi? Aha, Əgər yəni yəni sadəcə bu mən bildiyim qədərilə bu sadəcə ağırlaşmış xərçəng xəstələri üçündür. hə, Çünki onlara bizim verdiyimiz dərman ə, belə deyək, sadəcə xərçəng hüceyrəsini məhv etməyə hədəflənib. Amma problem buradadır ki, biz immun sistemimiz xərçəng hüceyrəsini də özünün bir parçası kimi görür. Yəni ona da bizim belə deyək də müraciət eləməyimizə imkan vermir. Gedir tez onu da bloklayır ki, dəymə də bu mənim hüceyrəmdir. Və bununla bərabər elə mövzu xərçəng və immunitetdən düşmüşkən bəzi dərmanlar da var ki, onlar ə, xərçəng hüceyrəsinin böyüməsini dayandırır və immuniteti gücləndirir. Yəni normalda immunitet xərçəng hüceyrəsi ilə mübarizə aparır, amma ona uduzur belə deyək. Çünki xərçəng hüceyrəsi çox sürətli böyüyür və onun böyüməsi, metastaz bölünməsi, verir. bəli, Metastaz verir, bəli. bəli, metastaz verir. Metastaz artıq növbəti mərhələlərdədir. Xərçəng hüceyrəsinin böyüməsi, bölünməsi normal hüceyrədən fərqlidir. Bəli, İmmun telomerlərinə görə səhv eləmirəmsə elə idi. Onların telomerləri artıq böyüməsi zamanı qısalmadıqları üçün nizamsız olaraq fasiləsiz bölünüb bəli, bəli. yayılırdı. Və onun şeyində genetik kodlanması digər hüceyrələrdən fərqlidir. Replikasiya prosesi digər hüceyrələrin replikasiyasından fərqlidir. Və bəzi dərmanlar var ki, onların hədəfi budur ki, xərçəng hüceyrəsinin böyüməsini dayandırsın və immunitet sistemini, immun hüceyrələrini daha yaxşı inkişaf elətdirsin. Və beləliklə biz bədənə icazə veririk ki, o xərçəngi özü dəf eləsin, özü belə deyək də bunun üstəsindən gəlsin, bu problemi həll eləsin. Bu texnologiyaların sonradan tətbiq olunmalarına həqiqətən icazə veriləcəkmi? Çünki biz, məsələn, mənim universitetimdə biz biotexnologiyanı dərs kimi ayrıca keçirik. Amma adi sizin danışdıqlarınızı bizim müəllim elə bir formada deyir ki, onlar deyir ki, məsələn, biotexnologiya hər nə qədər avantajları olsa da onun tətbiqinə ümumiyyətlə icazə verilməyəcək. Çünki cəmiyyət bunu tələb etmir. Adi genetik modifikasiya olunmuş ərzaqlardan danışdıq da bayaq. Məsələn, biz onları müsbət tərəfdən baxdıqda ərzaq qıtlığını falan qarşısını ala bilər. Amma məsələn bizə keçirdiyinə əsasən onun xeyrindən çox ziyanı var. İnsan orqanizmini, hormonal sistemlərini pozduğu bizə deyilir, nə bilim nə. Yəni elə bir formada danışılır ki, sanki yəni xeyirlərini, müsbət cəhətlərini belə tətbiq etməyimizə cəmiyyət tərəfindən icazə verilməyəcək. Şey kimi danışılır, bu şeytan əməli kimi danışılır da. Eynən elə. Müəllim dindardır. Bu Ona görə. əslində bu biraz bu şeytan əməli söhbəti biraz şeydir. Bizim belə deyək də əlimizdə bir ə, elmi irs var. Məsələn, bayaq bizim insulin misalında göstərdiyimiz kimi 100 illik insulinlə bağlı bizim elmi olaraq 100 illik irsimiz var. Yəni bir şey ekol var. Yəni o barədə bizim 100 illik insanlar, elm adamları düşünür və bunun üzərində işləyirlər. Bu gün əgər mən insulinlə bağlı və yaxud bayaq dediyiniz məsələn GMO ilə bağlı, məsələn xərçəng hüceyrələrindən bağlı bir yenilikçi bir yanaşma təqdim eləyirəmsə və bu effektli olursa, ə, onu cəmiyyətin qəbul edib eləməməsi çox da belə deyək də sual deyil. Məsələn, bayaq dediyimiz misallar var idi. İmmunosupressorlar var idi və yaxud immuniteti artıran dərmanlar var idi. Bunlar hal-hazırda kanser xərçəng terapiyalarında istifadə olunan dərmanlardır. Yəni bunu artıq ölüm ayağında olan insan üçün çox da əhəmiyyəti yoxdur ki, mənim immun sistemimi nə olar
zəiflətmə də mənim immun sistemimi qoy o qalsın. Yəni bu belə demir də. Həkim deyir ki, bax bu dərman xəstə onun fərqində deyil. Həkimin isə məqsədi onu sağaltmaqdır. Onun həyatını xilas eləməkdir. Buna görə xəstə bayaq ə, rəqəmləri verdiyimiz kimi 200 min dollar maliyyə yatırır sağ qalması üçün. Və sizcə orada onun belə deyək də xəstənin immun sistemini zəiflətmə düşüncəsi gələr onun beyninə. O sadəcə həyatda qalmaq istəyir. Və məsələn başqa bu GMO ilə bağlı bu da o şeylərin ingiliscənin double edge iki tərəfli qılınc deyə bir misalı var. İki tərəfli qılınc budur ki, o Double-edged sword, bəli. Həm double-edged sword, sağ olun. İki tərəfli qılınc budur ki, o həm yaxşı şəkildə, həm də pis şəkildə istifadə oluna bilər. Əgər məsələn Azərbaycanda mən bunu real datalara əsasən deyirəm ki, Azərbaycan dünyada ən çox çörək yeyən, buğda tükədən ölkələrdən biridir və Azərbaycanın buğda ehtiyacının 90%-dən yuxarısı xaricdən gəlir. Əgər Qazaxıstan, Rusiya, Ukraynadan gəlir. Əgər Azərbaycan Ukrayna ilə və yaxud Rusiya ilə müharibə elan eləsə və o bizə taxıl gəlməsə, biz acından öləcəyik. Buna görə nə etmək lazımdır? Yaxşı, sual verə bilərsiniz ki, Azərbaycanda buğda yoxdur, yəni sahələrlə buğda əkilir. Var buğda, amma ödəmirəm. yeməli deyil. İnsan üçün yeməli deyil. Buğdaların insan üçün yeməli birinci sortdur. Azərbaycanda isə dördüncü, beşinci sort buğdalar yetişir və onlar müxtəlif heyvan yemlərində istifadə olunur. Əgər biz bununla bağlı işlər başlamışdı, bildiyim qədərilə getmir, davam eləmir. Əgər idarəçilər deyək və yaxud əlində səlahiyyəti olan bir insan bu problemi həll eləsə, öz belə deyək də o vəzifədə olduğu 10 il deyək məsələn. 10 il ərzində bu problemi həll eləsə, bizim bəlkə də bundan sonraki neçə nəsilləri qurtara bilər. O 10 illik müddətdə. 10 il üçün strategiya ilə doğru fikirləşmiş, düşünülmüş. Tamam, GMO ziyandır deyərək biz heç nə həll edə bilmirik də. Amma biz GMO-dan istifadə, yəni genetically modified orqanizmlərdən istifadə edə bilərik. İstifadə edərək o 5-ci və yaxud 4-cü növ taxılı 1-ci, 2-ci növ taxıla kimi gətirə bilərik, inkişaf elətdirə bilərik. Və bizim xaricdə asılılığımız 90% olmaz yəni. Bəlkə 40% olar, 30% olar. Bu şeylər, bu texnologiyalar, bu belə deyək də elmi yeniliklər hal-hazırda istifadə olunur. Bütün dünya belə gedir. Bayaq dediyim kimi Amerikada 80%-dən yuxarısı GMO-dur. Yaponiyada çox böyük marketlərdə olan ərzaqların çox böyük hissəsi GMO-dur. Orada bəlkə də maraqlı olanlar görürlər. Belə 4 buzaq qarpız filan var. Qəribə içərisi ağ qarpız filan var. Və insanlar bunları istifadə edir. Bir zərərini görmürlər. Hələ ki görmürlər və yaxud görürlərsə bu çox da deyil, belə deyək də bəlirgin deyil, ortaya çıxırlar. Amma əgər biz insanlıq tarixi boyunca, nə bilim, elmin inkişafı boyunca bunu tapmışıqsa, bunun üzərinə belə deyək də yox, bunu istifadə edəməyək. Yox, amma onun üzərinə etik prinsiplər qoya bilərik. Ki, eyni zamanda məsələn Azərbaycan bu etik prinsiplərə görə qida sənayesində çox böyük məhsulları Azərbaycana buraxılmasına icazə verilmir. Amerikadan gəlir, Avropadan gəlir, Rusiyadan gəlir.
Mən bunları niyə bilirəm? Çünki mən qida təhlükəsizliyi institutunda da işləmişəm. Orada gələn GMO-larla da işləmişəm və eyni zamanda bayaq dediyim o taxılların, buğdanın ə, yeni buğda sortlarının yaradılması layihəsinin bir hissəsində də işləmişəm. Ə, yəni real təcrübə belə deyək də əsasında mən bunları deyirəm. Və biotexnologiya Anladım. qida Çox Biotexnologiya qida və içki sənayesində çox geniş istifadə olunur. Fermentasiya, məsələn, bu gün yediyimiz, hətta ananız evdə çörək bişirəndə də məsələn siz görürsünüz ki, xamırı yoğurur, sonra kündüyə qoyur. Amma xamırı yoğurarkən orada şey daxil edir. Baking soda, qabartma tozu daxil edir və yaxud soda daxil edir. Həmin soda bakteriyadır və bakteriyalar çörəyin şişməsinə kömək olur. Və eyni zamanda məsələn içkilərin hazırlanmasında və yaxud soya sosun hazırlanmasında, pendirin hazırlanmasında, südün müxtəlif formaların hazırlanmasında istifadə olunur. Ə, dəqiqə. Qida konservalarında istifadə olunur. Ə, Biz qida konservalarından çox danışmayacağıq, fermentasiyadan danışacağıq. Və yeni zamanın belə o hot topiklərdən biri də bu süni ət. Və süni ət odur ki, biz laboratoriyada heyvanı kəsmədən ət istehsal edə bilərik. Heyvan hüceyrəsi götürülür, o böyüdülür, adətən əzələlərdən götürülür, böyüdülür, bir formaya salınır və ət olur. bioprinting nəticəsində əmə əldə olunurdu bu. Çünki mənim araşdırma mövzum idi. Orada da qarşıma çıxdı. 3D bioprinting nəticəsində süni ət alınması. 3D bioprinting dediyiniz o ət belə deyək də. Orada əzələlərin və yaxud müxtəlif toxumaların olması şərti var da. Yəni bunun ətə oxşaması üçün. Yaxşı o əzələ və müxtəlif toxumalar hardan gəlir? Bunun üçün məsələn heyvanın bir hüceyrəsi və bir hüceyrəsi deməyək də, yəni o belə kobud şəkildədir. Çox az hüceyrələrindən Hər hansı bir olaraq bunu eləyə bilərik. götürülür. Və tibbi ekspertizada istifadə olunur. Məsələn, bu gün barmaq izi ilə tapıldı dediyimiz məsələ biotexnologiya ilə birbaşa əlaqəlidir. Bu gün atalıq testi və yaxud burada ekspertizada atalıq testi var və siz məhkəmələrdə məsələn uşağın bu aliment söhbətlərində uşağın həqiqətən də atasının olmasını bilmək üçün genetik test verirlər və eyni zamanda əgər qarşınızdan keçibsə nəsil şəcərənin hansı etniklərdən gəldiyini eləyən testlər var. Siz onlara öz səhv eləmirəmsə qan və yaxud ağız seleyinizdən bir parçanı göndərirsiniz. Onlar həmin o parçadan istifadə edərək deyirlər ki, məsələn, sizin 23%-iniz İranlıdır, nə bilim, geninizdəki 50% türkdür və s. və İran. Və biz keçmişdən qalan spesimenləri arxeologiyada və antropologiyada DNT təhlili ilə analiz edə bilirik. Bir sual da verim. DNT təhlili ilə bağlı DNT analizi DNT analizi bizim adətən qarşımıza harda çıxır? Və bu xəbərlərdə də tez-tez belə deyək də səsləndirilir. Cinayət işlərində həmin o məsələn cinayətkarı tapmaq üçün tapılan belə deyim, materialların DNT-sinin analizi orada. Biri də var bu cinayət, yəni birbaşa cinayət olmasa da cinayətdir, yəni cinayətin bir hissəsidir.
Məsələn, sizə deyim, bu əvvəllər daha çox idi. Deyir ki, bəs 28 maydakı dönərçilərdən birinin dönəri at ətindən yemiş. Məsələn, yəni sizə bunun at əti olduğunu hardan bilirlər? DNT-sinin analizi ilə, atın DNT-si ilə müqayisə edəcəklər. Aha, Baxmaq yəni üçün. normalda götürürlər onu inəyin dentisi ilə müqayisə edirlər, görürlər ki, bu deyil. Demək ki, o başqa at, eşək və yaxud başqa heyvandır. Eyni zamanda məsələn, bu yaxınlarda çıxmışdı qarşıma. Türkiyədə, İnsan balının tapılmağı, deyəsən kolbasa yasa aha, segmentində bəli, insan. bəli. Türkiyədə bu yaxında belə bir şey yaşanmışdı. Məşhur markaların birindən donuz şeyləri çıxmışdı, donuz DNT-si çıxmışdı. Yəni biz həmin bu sadəcə biz məsələn bayaq sizin də dediyiniz belə söz-sözə qüvvət belə deyək də bu sadəcə öyrəndik orada qaldı deyil. Bu bizim həyatımızın bir hissəsidir, bir parçasıdır və biz ə, bunları öyrənə-öyrənə əslində həyatımızın çox böyük hissəsini necə yaşamağımızla və yaxud qərarlarımız bu öyrəndiklərimizə əsasən ola bilər. Və dəniz, belə deyək də, dəniz ekosistemində biotexnologiyaların tətbiqləri var. Məsələn, yosunlardan bioyanacaqlar istifadə ala bilərlər. Məsələn, dəniz bitkilərindən, orqanizmlərdən müxtəlif dərmanlar istehsal edirlər və yaxud geni dəyişdirilmiş balıqlar. Bu adətən balıqlar bunlara çox rast gəlmir. Zebrafish bilirsiniz də yəqin ki nədir? Zebrafishlərin o laboratoriyalarda daha çox istifadə olunur genetik araşdırmalarda və onların müəyyən genlərinin biz elə laboratoriya şəraitində dəyişdirə və həmin genlərin xüsusiyyətlərini öyrənə bilirik. Və gözəllik məhsulları. Bu gün squalene bilirsiniz nədir? Burada bizim bəli, Xeyr, mən bilmirəm. bizim tələbələrin çoxu qadındır. Yəqin ki, işlərindən bilən olar. Squalin məncə dəri yumşaldıcı və nəmləndirici maddədir. Təbiətdə yalnız köpək balıqlarında tapılır və köpək balıqları nadir heyvanlardır. Köpək balıqlarından alındığına görə yalnız deməyək, ən məşhur qaynağı köpək balığıdır və köpək balığından alındığına görə çox dəhşət bahadır. Bu gün siz squalini məsələn çox baha qiymətə alma səbəbiniz onun mənbəsinin köpək balığı olmasıdır. Amma biz squalini laboratoriya şəraitində heç bir köpək balığına zədə vurmayaraq sintez eləyə bilərik. Mikroorqanizmlər onları sintez eləyə bilər və bizə mövcud qiymətindən bəlkə də 100 dəfə daha ucuz şəkildə squalin verə bilərlər. Və bəzi nəmləndiricilər və üz maskaları, təmizləyicilər var. Onlar biotexnoloji məhsullardır. Bu mövzu bizim elektivdir. Elektiv odur ki, bizim bəzi mövzuları seçmədik, bəli. Biz kurs ərzində kursu belə dizayn eləmişik ki, ilk 4 dərs bizim təməl dərslərimiz olacaq. Birinci dərs bu, birinci dərs biotexnologiya giriş, ikinci dərs daha çox gen, ribosom, protein, mRNA bunlar barədə olacaq. Üçüncü dərs
artıq həmin o bildiyimiz o sentral dogmanın tətbiq olunduğu biotexnoloji məhsullar və onları biz tamam biz nəzəriyyəni ikinci dərsdə öyrəndik, üçüncü dərsdə artıq bunun məhsullarını görəcəyik. Dördüncü dərsdə isə bir praktiki dərslər olacaq. Bu 4 dərs dəyişmir. Növbəti ikinci ayda və üçüncü aydakı dərslərin daxilində elektivlər var. Məsələn, siz deyə bilərsiniz ki, biz məsələn rekombinant DNA istəmirik də, bunu bizə keçməyin. Bizə gözəllik məhsulları ilə bağlı keçin. Gözəllik məhsulları mövzusu seçmə dərsdir. Dərman inkişafı biz bayaq haqqında danışdığımız hüceyrə növünə uyğun olaraq dərman daşınması var. Fərdiləşmiş dərmanlar var. Bu adətən xərçəngdədir. Çünki bəzi insanlar bəzi xərçəng algoritmlərinə cavab verir, bəziləri vermir. Çünki onların belə deyək də xərçənglər fərqli davranır. Xərçəng tumorları fərqli davranır, şişlər fərqli davranır. mRNA və gen terapiyası və mRNA vaksinləri barəsində danışacağıq. Və sintetik biologiya budur ki, biz istədiyimiz məhsulu, strukturu özümüz sintez edirik. Özümüz biraz belə çollu şəkildə desək, onu sintez edirik və onu bir canlı sistemin bir parçası kimi fəaliyyətə qoyuruq. Və sintetik biologiya ilə bağlı bizim bir praktiki dərsimiz, yəni bir nəzəri, bir praktiki dərsimiz olacaq. Bu bizim biotexnologiya giriş belə deyək, prezentasiyamız idi.